Azərbaycanlı şagirdlər Amerika Birləşmiş Ştatlarının Florida ştatında Miami Universitetində keçirilən Olimpiad USA beynəlxalq final mərhələsində ingilis dili fənni üzrə uğurla çıxış edərək ölkəmizi yüksək səviyyədə təmsil ediblər. 5-10 fevral tarixlərində keçirilən final mərhələsində iştirak edən milli komanda Bakı və regionlardan seçilən istedadlı şagirdlərdən formalaşdırılıb və Qlobal Olimpiad Center tərəfindən təşkil olunub. Müxtəlif yaş kateqoriyalarını əhatə edən bu akademik yarışma şagirdlərin beynəlxalq təcrübə qazanmasını və akademik portfolyolarının genişləndirilməsi baxımından perspektivli platforma hesab olunur. Şagirdlərimiz ora gedərək ingilis dili fənnindən, bəzi şagirdlərimiz də riyaziyyat fənni olmaqla öz bilik və bacarığını nümayiş etdirdilər və bilik və bacarığını nümayiş etdirməklə həm də eyni zamanda öz həmyaşıdları ilə bir növ özlərini və ölkəmizi tanıtdılar. Biz də inanırıq ki, Qlobal Center olaraq istedadlı şagirdlərimizin tapılması və onların üzə çıxarılması üçün işlərimizi davam elətdirəcəyik. Əlbəttə müəllimlər, valideynlərlə işbirliyimiz əsasında və inanırıq ki, Azərbaycanın potensialı günü-gündən artacaq və bu günü-gündən artan insan kapitalımızı dünyanın hər yerində tanıyacaqlar və onlar öz portfolyolarını zənginləşdirməklə dünyanın ən yaxşı universitetlərində təhsil alma imkanlarını da əldə edəcəklər. Birinci yarım mərhələdən qızıl, ikinci final mərhələdən isə gümüş medal qazanmışam. Düşünürəm ki, mənim üçün əla təcrübə idi. Çünki həm networking üçün çox yaxşı təcrübə idi, həm də ki, yeni dostlar qazanmaq, yeni yerlərə gəzintilər etmək mənim üçün çox maraqlıdır. Mən getdim Amerikaya, ikinci yer tutdum. Mən fəxr edirəm ki, Azərbaycanı təmsil eləmişəm. Olimpiada ikinci turu nisbətən çətin idi, amma mən bunu eləyə bildim və mən gümüş medal qazandım və 9-10 kateqoriyasında çoxlu uşaq var idi, amma mənim düşüncəmə görə gümüş medal qazanmaq çox yaxşı bir nailiyyətdir. Mən USA Qlobal Olimpiyada ingilis dili üzrə birinci turda qızıl medal qazanıb və finalda Miami'də, Amerikada iştirak etmə haqqı qazandım. Bu təcrübə mənim üçün çox əla bir təcrübə idi, çox maraqlı. Yeni dostlar edindim. Amerikada mən ingilis dilindən qızıl medal aldım ikinci mərhələsində və matematikadan mən bronz medal aldım. İngilis dilindən mən AirPods ala bildim və o mənim üçün çox belə şad bir şeydir. Çünki mən təzə insanlarla tanış oldum, mən təzə müəllimlərlə tanış oldum və mən universitetə girmək üçün çox məlumat götürdüm və mən əminəm ki, bu məlumat mənə gələcəkdə girməyə çox kömək eləyəcək və mən bildiyim kimi orada 9 ölkə var idi və o birisi ölkələrdən xarici uşaqlarla da tanış olmaq mənim üçün çox fəxrdir.